dövlətçi yənlərinə, tarixi keçmişinə nəzər salsaq görərik ki, Azərbaycanımız uzun illər boyunca, əsrlər boyunca azadlıq uğrunda mübarizə aparmış və müstəqilliyini qazanaraq qoruyub gələcək nəsillərə ötürməyə bacarmışdır. Azərbaycanın dövlətçiliyi tarixindən baxsaq görərik ki, Azərbaycan Respublikasının tarixində 2 dəfə müstəqillik əldə olunmuşdur. Birincisi 1918-ci il 28 may tarixidir ki, həmin tarixdə Azərbaycan Xalq Cumhuriyyətinin yaranması ilə Şərqdə ilk demokratik respublikanın əsası qoyuldu. Və sonra 23 aylıq fəaliyyətdən sonra 28 aprel 1920-ci ildə Azərbaycan yenidən Sovet işğalına məruz qaldı və 70 il müddətində Azərbaycan Rus işğalı altında qalaraq uzun illər boyunca əsarətə məruz qaldı və sonda 1991-ci il 18 oktyabr tarixində isə biz müstəqilliyimizi yenidən bərpa etməyə nail olduq. Və bugün Azərbaycanımız müstəqil, suveren və qalib ölkə kimi regionun ən inkişaf etmiş dövlətlərindən biridir. Müstəqilliyimiz əbədidir, dönməzdir və bilirsiniz ki, müstəqilliyi qorumaq, əldə etmək, onu qazanmaqdan daha çətindir. Və bugünkü tədbirimizdə 18 oktyabr müstəqilliyin bərpası tarixinə aiddir və şagirdlərimizin ifası ilə tədbirimizi başlayalım. Əzmli mübarizənin və bu mübarizənin zirvəsi olan müstəqillik gününün tarixi əhəmiyyətini əhatə edir. Ölkəmizin keçdiyi tarixi yolu və əldə etdiyi nailiyyətləri birlikdə nəzərdə keçirir. Azərbaycan xalqının öz milli kimliyi, dili, mədəniyyəti və tarixi dəyərləri qoruyub gələcək nəsillərə ötürülməsi üçün əsas zəmin yaradır. Özünün həll etməsi, daxili və xarici siyasətini heç bir kənar təsir olmadan müəyyənləşdirməsi deməkdir. Azərbaycan Xalq Cumhuriyyətinin qurulması ilə Azərbaycan xalqı şərqdə ilk dünyavi demokratik dövlətə sahib olmuşdur. Hüquqi bərabərlik, axırıncı müsəlman şərqində qadınlara seçki hüququ verən ilk dövlət idi. Dövlət atributları, üç rəngli bayraq, gerçəyin qəbul edildi, milli ordumuz yaradıldı. Təhsil və mədəniyyət, Azərbaycan dövlət universitetlərinin əsası qoyulmuşdur. Bu qısa lakin parlaq müstəqil dövlətçilik ənənələrində bərpasında böyük həlledici rol oynamışdır. Sovet İttifaqı dövrü itirilmiş və mübarizə ruhunun qorunması, 1980 işğal və sovetləşmə, Azərbaycan Xalq Cumhuriyyətinin süqutu və Sovet Rusiyası tərəfində Azərbaycan işğalı ilə milli müstəqillik itirilir. Totalitar rejim başladıldı, repressiya və milli şuurun yatırılması. Sovet hakimiyyəti illərində milli ziyalılar repressiyalara məruz qaldı. Milli dəyərlər təzyiq altında saxlanıldı. Lakin azadlıq arzusu yaşadı. 1980-ci illərin sonları, milli dirçəliş. Sovet İttifaqında baş verən dəyişikliklər sonunda Azərbaycanda müstəqillik hərəkatı gücləndi. Kütləvi etirazlar və nümayişlər başladı. Qanlı yanvar 1990 müstəqillik yatırmaq üçün Sovet ordusunun Bakıya yeridilməsi nəticəsində yüzlərlə insan ölümünə səbəb oldu. Lakin xalqın iradəsini sındıra bilmədi. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cumhuriyyətinin milli tarixi istiqamətlərimiz. Müstəqil bir yoldur bizim yolumuz, şanla yazılıb hər bir qolumuz. Yaşa Azərbaycan, əbədi köklü, müstəqil qalacaq bu xalq həmişə. Sənin acır olsun, ey şanlı vətən, qoymadın qəlblərdə dərd olduların. Keçdi canlarından mərd olduların. Sənə ölüm yoxdur daha, ey vətən, cümlə şəhidlərin qanıyla yoğruldusan sən. Gör neçə ananın şəhid oğluna, dönüb vətənə olub doğulmusan sən. Şərəfli, namuslu igid oğullar, vətəndə yaşasınır heç bir düşməni. Azadlıq uğrunda canını verən, hər şəhid mənləri yaşadır məni. Şəhidin tökdüyü hər damcı qanı, ömürlük yaddaşa həkk edək gərək. Hər şəhid anası başda olmadan, müstəqillik günü olsun mübarək. Vətən oyanıb, sevinir
bayramındır. Bugün senin Azerbaycan. Xoşbəxt güvən məqamındır. Yoxdur tənin Azərbaycan. Bugün sənməz firokəsən. Qonşulardan sən öndəsən. Uğruna böyükəsən. Safdır şənin Azərbaycan. Dünyaya səs salıb adın. Şərəf ilə sən ucaldın. Dirəyindir hər övladın. Ucal mətin Azərbaycan. Ucal mətin Azərbaycan. Tarixlərə bağışladın desən ulan, hər dostda bir parçası əsir qalan. Uzanma, can qurban Azərbaycan. Uğrun gələcəyə bir yol açır. Hər o silah, o bir üstün saçır. Hər millətə, hər məzhəbə istilası. Ocağına canım qurban Azərbaycan. Sevgisini sərvət yatır uzağında. Neçə ölkə orada varır ocağında. Tərtəmli al rəmzi var bayrağında. Bayrağına canım qurban Azərbaycan. Bizə hər qurban qurban. Bayrağına canım qurban Azərbaycan. Can sizimizin vətən olan. Bayrağına canım qurban Azərbaycan. Bayrağına canım qurban Azərbaycan. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz, bunun üçün, yalnız bunun üçün aylarla əziyyət çəkmək olar. İllərlə əziyyət çəkmək olar. İllərlə ac qalmaq olar. Məhz bunun üçün. Çünki əsrlər boyu bizim ulu babalarımızdan indiyə qədər Azərbaycanın mütəfəkkir insanları milli azadlıq, müstəqillik arzusu ilə yaşamışlar. Milli azadlıq, müstəqillik üçün mübarizə aparmışlar, vuruşmuşlar. Amma buna nail ola bilməmişlər. Biz buna nail olmuşuq. Və bilin ki, bunu indi əlimizdə saxlamaq, bunu qorumaq hər bir insanın canından da onun üçün artıqdır. Mənim üçün bunu bilin, mən sizə deyirəm, öz həyatımdan, öz canımdan artıq Azərbaycanın müstəqilliyini qorumaq, onu saxlamaq, onu əbədi etməkdir. Biz azadıq, biz müstəqilik, biz sərbəstdik. Biz heç kəsdən asılı deyilik. Biz özümüz öz taleyimizin sahibiyik. Bilirsiniz,